sən nəyisə arzulayırsan, ona çatmırsan. Yaxud da nəsə var əlində, əlindən çıxır. Həmin məqamda Allah səni ağuşuna alır, sənə sığal çəkir, səni bəsləyir, sənə necə deyim də başva dolanır, məcazi mənada desək, başva dolanır. Deyir, narahat olma buna görə, daha yaxşısını verəcəm. Elə indi verirəm, gələcəkdə verəcəm. Kim deyir Allahın bu səsini eşitməsə, onda dünya onu, həsrət onu öldürəcək. Nəyi başa salmaq istəyir sözün qısası? Dünya üçün çalış. Nə əlvə çatmasa, bil ki ondan artığın verəcək. Nə əlindən çıxsa, o saat qulaq as, səssizlikdə Allahın səsini eşit. Səssizlikdə eşit də, sükutun içində Allahın səsini eşitmək var. Nədənsə məhrum olanda, nəsə əlüzdən çıxanda, nəyəsə çatmayanda yas qurub qəmli statuslar paylaşmayın. Deyin ki, Allah mənə bundan artığını vermək istəyir. Allah bundan üstününü vermək istəyir. Daha üstün bir şey vermək istəyir. O demək deyil çalışma. Məqsədin üçün çalış. Əlindən gələni elə, ruhdan düşmə nəticəyə görə. Nə zaman çatmadınsa, baxdın, eşidirəm səsi. Sən bu saat məni sığallayırsan, mənə ürək dirək verirsən. Kəşin narahat olmayıb, vermədimsə bir məsləhət var. Sənə artıq şey verəcəm.